Bayatılar. Bayatı janr etibarı ilə sadə kimi görünməsinə baxmayaraq, ən çətin yaradıcılıq aktıdır. Hər misrası 7 hecadan ibarət olan 4 misrada mükəmməl fikir ortaya qoymaq, dərdi anlatmaq, sevinci göstərmək, acını yaşatmaq olduqca məharət tələb edilir. Əzizim gülə yandı, ot düşdü gülə, yandı. Mənim bəxtsiz bəxtimə yar gülə-gülə yandı. Bayatılar. Bayatılar. Söz boğçamız Naxçıvanda yaşayıb yaradan Naxçıvan televiziyasının əməkdaşı, tanınmış şair Təranə Arif qızının bayatıları ilə doludur. Mən aşiq, yolda mənim, dərd, saçım yolda mənim, bu qəmli gözlərimi qoymusan yolda mənim. Bayatılar. Bayatılar. Təranə Arif qızının bayatılarına nəzər saldıqda müəllifin istedadı, sözə həssaslığı, bayatı yaradıcılığının məziyyətləri dərhal diqqət çəkir. Əzizim, yada məni, satma sən yada məni, bu dünya mənim olar, sən salsan yada məni. Bayatılar. Bayatılar. Təranə Arif qızı əksər məqamlarda çalışır ki, əsas mətləbi, başlıca fikri 4 misranın daxilində bədii deyimlər vasitəsilə diqqətə çatdıra bilsin və bir çox hallarda buna orijinal vasitələrlə nail ola bilir. Məsələn, aşağıdakı cinaslı bayatı özünə məxsus poetik siqləti ilə razılıq doğurur. Əzizim yarı canım, yarından yarı canım, özüm özümə düşmən, qalıbdı yarı canım. Bayatılar. Bayatılar. Əziziyəm ay keçər, vedidən bir çay keçər, qayıdarıq vediyə, bu qış ötər, yay keçər. Bu bayatıda Qərbi Azərbaycanlıların sonuncu deportasiyasından 1988-ci ildən sonra yazılan bayatıdır. 10 minlərlə soydaşımız öz dədə-baba torpaqlarından perik düşdü. Bayatılar. Bayatılar. Əzizim gizlə dərdi, dərdi dərd gizlə dərdi. Öz gülünü ürəkdə qoru sən, gizlə dərdi. Sonuncu misradakı gizlə, mək, dər, mək və di ədatı birlikdə maraqlı cinas silsiləsini uğurla tamamlayır. Müxtəlif bayatılarda bilavasitə folklordan gələn ifadələrdə boy verir və fikrin daha təsirli, təbii təqviminə yönəlir. Bayatılar. Bayatılar. Folklorumuzun ən qədim janrlarından olan bayatı 16-cı əsrdən etibarən yazılı ədəbiyyatımızda da müntəzəm şəkildə işlənməyə başlayıb. 100 illər boyu müxtəlif Azərbaycan şairləri dolğun, mükəmməl bayatlar yazıblar.
həmin ənənə bu gün də davam etməkdədir. Təranə Arif qızının da bayatı janrına xüsusi maraq göstərməsi, bu sahədə diqqətə layiq nümunələr yaratması təsadüfi deyil. Çünki onun şeirlərində xalq aşıq poeziyasına dərindən bağlılıq var. Çox əsrlik zəngin folklorumuz onun ədəbi yaradıcılıqda bəhrələndiyi əsas qaynaqlardandır. Mən aşiq körpü sına, sel gələ körpü sına, sən bilmədən daş attın ürəyim körpüsünə. Bayatılar. Bayatılar. Bayatılarda vətən məhəbbəti, yurt sevgisi, şəhidlik və sair mövzular da özünə məxsus yer tutur. Vətən üçün ölənlər əbədi ölməz olur deyən şairə Təranə Arif qızı şəhidlərin mənəvi ölümsüzlüyünü növbəti bayatıda dilə gətirir. Mən aşiqəm, bu da yaz, qollarımı bu da yaz, Xocalının dərdini kağıza yox, uda yaz. Son misradakı uda yazı ifadəsi ilə müəllif ud adlı musiqi alətinin yanıqlı naləsinə işarə edib. Bayatılar. Bayatılar. Sevdim səni, bəxt tikəm, etdin məni bəxtikəm, ömür keçdi, gün keçdi, da keçdi, bəxt tikəm. Cinasların hər biri aydın semantikaya malikdir. İlk misradakı bəxtikəm ifadəsi sevgiliyə xitabən onu bəxt qisməti kimi mənalandırır. İkinci misradakı bəxtikəm taleydən yarınmamaq anlamındadır. Son sətirdəki bəxt tikəmi isə xoş gün qurmaq, bəxtdən yarımaq kontekstindədir və bunun artıq gec olduğunun təəssüfünə bürünmüşdür. Təranə Arif qızının bayatılarında belə dolğun nümunələrə çox rast gəlmək mümkündür. Bayatılar. Bayatılar. Təranə Arif qızının bayatılarında həzinlik, kövrəklik ovqatı xüsusi yer tutur. Müəllif lirik duyğu və düşüncələrinin lakonik, lakin təsirli bədii biçimdə təqviminə xüsusi səy göstərir. Sümbül çıxa, bişədən, dərdin saldı, yaşadən, Tanrı, bir ürək verdin, kövrəkliyi şüşədən. Bayatılar.